Son günlər dünyada baş verən siyasi hadisələrlə bağlı haqqında tez-tez danışılan atom bombasının necə bir gücə malik olması və əgər atılsa nələr ola biləcəyi barədə az çox məlumatımız var. Bəs bu bomba necə işləyir? Necə bu qədər gücə malik ola bilir? Bu suala atom nüvə fizikası prizmasından cavab verək. Bir sıra ağır nüvələr, xüsusən də uran və plutonium neйтronla bombardıman edildikdə parçalanır. Bu parçalanmadan kiçik ölçülü nüvələr və neytronlar yaranır. Amma kiçik ölçülü nüvələrin və neytronların ümumi sükunət kütləsi parçalanmadan əvvəlki nüvənin sükunət kütləsindən daha az olur. Yəni parçalanma zamanı kütlə etkisi baş verir. Bəs bu kütlə hara gedir? Kütlə heç yerə getmir. Sadəcə enerjiyə çevrilir. Günəşdə gedən istilik nüvə reaksiyaları ilə bağlı videoda dediyim kimi, sükunət kütləsi sıfırdan böyük olan hər bir varlıq müəyyən bir enerjiyə malikdir. Və bu enerji Y bərabərdir mc kvadratı ilə təyin olunur. Parçalanma zamanı itən çox cüzi miqdardakı həmin kütləni saniyədə 300 milyon metrə bərabər qiymətə malik işıq sürətinin kvadratına vursaq çox böyük enerji alınır. Həm də bu enerji sadəcə bir nüvənin parçalanmasından alınır. Atom bombasında isə lazımi kütləyə qədər uran və ya plutonium nüvəsi yerləşdirilir və bu nüvələr neytronlarla toqquşdurulur. Bir neytron nüvə ilə toqquşduqda nüvə parçalanır və parçalanmadan yaranan neytronlar digər nüvələrlə toqquşur və onları parçalayır. Bu parçalanmadan yaranan neytronlar da digərlərini parçalayır. Beləcə zəncirvari bir reaksiya yaranır. Bütün bunlar sadəcə bir neytronla bir nüvənin toqquşması zamanı başlayır. İndi bütün neytronların bombadakı bütün nüvələrlə toqquşmasını və yaranan enerjini təsəvvür edin. Fantastik dərəcədə böyük olan bu enerji şok dalğası, radiasiya, işıq və istiliyə çevrilib faciəvi hadisələrə yol açır. Maraq üçün onu da deyim ki, Hiroşimaya atılan atom bombasında uran 235, Nagasakiyə atılan atom bombasında isə plutonium 239 nüvəsindən istifadə olunmuşdu.